Səhifədə aşağıda postların birinin adı Ahəng qanunudur və mən onu o vaxtı yaşadığım təsadüflərə görə yazmışdım, səhv eləmirəmsə. Məğzi əslində postun o idi ki, sən öz orbitində öz dünyana görə yaşa həyatını, ahəng qanununa görə onsuz da sənə aid olanlar, sənə bənzər və səninlə anlaşa bilənlər, səninlə anlaşa biləcəyin insanlar, hadisə səni gəlib tapacaq. Bu əslində çox dərin anlama gəlir mənə görə. Çünki sən öz-özünü təmizləməlisən. Səndə nə qədər pürüzlər varsa, onları törpüləməlisən. Özündəki neqativləri atmalısan ki, özün təmizlənəsən, özün paklanasan ki, sənə oxşarları gəlsin. Həyatınızda pis şey yaşayan, istər yaxşı şeylər olsun, fərqli başa düşmədiyiniz şeylər də ola bilər. Olur ya, hamının həyatında olur. İnsan təbiəti avtomatik bir günah keçisi axtarır, qarşı tərəfi günahlandırır və deyir ki, çünki rahatlamalıdır. Ya da ən axırda özünü danlayır. Yəni bu normal bir şeydir. Amma heç vaxt o anki duyğularının çıxmasına icazə vermir. Məsələn, biri onun qəlbini qırır, günahkar axtarır. Axırda gedib dədəsinə çıxır, yəni konkret ki, atam belə idi və ya anam belə idi, ona görə mən bunu yaşayıram. Ona bənzər insan seçirəm həyatıma. Ona bənzər insanı seçirəm həyatıma. Onunla da kəsmir, soyumur içi. Gedir vəbşim ulu babasına, karma çözməyə gedir. Bunlar yaxşı şeylərdir bu arada məncə, amma bəzən çox abartmırıq mı? Mən elə düşünürəm. Şəxsən bir neçə dəfə bunu sınamışam həyatımda. O anın içində var olmağı seçib. Məsələn, mənim qəlbimi qırdılar ya da nə bilməyə bir yaxşı şey yaşanmadı və yaxud da nəsə. Kimsə günah keçsə axtarmadan öncə bir dayanıb bir dəqiqə bu yaşadığım şeyin mənə necə hiss etdirdiyini belə unuduram. O dərəcədə gözüm qaralır ki, o dərəcədə hisslə, məntiqlə fikirləşirəm ki, bir soymağa çalışıram, hissimi soyutmağa çalışıram. Amma o an belə dayanıb, ağlayıb, o gözündən o səni incidən şeyi belə yaş olaraq axıtıb çıxaranda, inanılmaz dərəcədə sən qalib gəlirsən. Yəni, sən o hadisədən çıxmış olursan, okey? Artıq məni incidə bilməyəcəksən. Çünki artıq səni bir hiss bəsləmirəm. Məsələ budur. Hissi bastırırıq, hissi gömürük bir yerlərə və günah keçsə axtararkən elə bil ki, qaçdığımız şeyə doğru qaçırıq. Bunu mən psixoloqum demişdi. Deyirdi, belə hamsterlar var, belə salırlar yumru dairəyə və onlar qaçırlar, amma yenə özlərinin dalınca qaçırlar. Qaçdığın şeyə doğru da sən qaçırsan. Nədən qaçırsansa ona doğru qaçırsan əslində. Ona görə qaçmağı dayandır deyirdi həmişə. Dayandır və bax. Bax gör ki, nədir orada məsələ. Onu görmədən ulu babanı da görsən, oradakı, ola bilər ki, babanı xəyanət eləyiblər o vaxtı. Və ona görə sən bugün pul qazanmaq belə istəmirsən. Ola bilər, normal şeylərdir, bəli. Amma ən yaxın dostun özünə xəyanət edib. Sən də ən yaxın dostundan zərbə görürsən. İndi okey, amma bilirsiniz məsələ nədir? Açar keçmişdə deyil ya da gələcəkdə deyil. Açar səndə və bu andadır. Sən oturanda, okey, bu yaşanmışdı. Necə hiss etdirdi mənə? Hər şeydə bu arada bu belədir, okey. Yəni, dostum məni incitdi. Mən o qədər ona dəyər verirdim. Oturub özünlə bu arada həqiqətən üzləşməsin. Həqiqətən mi dəyər verirdin? Sən heç mi səhvin olmadı ya da sən heç mi istifadə eləmədin ondan? Sən çox mu süddən çıxmış ağ qaşıqsan? Baxırsan ki, yox. Sən də insansan, sənin də çıxarların var. Sənin də mənfəətin var idi o dostluqda, o münasibətdə. O qədər də pak deyilsənmiş, tamam. Yəni, insan biraz da məsum olub zərbə yeyəndə incidir ona. Amma baxırsan ki, xəş, məndə də var idi. Yəni, hamıda var da bu. Yəni, hər şeydə bu seçim bizdədir əslində. Məsələ burasındadır. Biz onu görməkdən qaçırıq. Yəni, bu anda o babanı, nənəni, dədəni qoyanda qırağa, hansı ki, günah keçilərimizi, bax, özümüzü elədin də, o ki, insansın da, bu səhv eləmək sən haqqındır. Səhv də deyil, təcrübədir. Bir baxanda hissini ortaya qoymağı hər adam bacarmır. Hər baba yiğidin harcı deyil həqiqətən. Hissi ilə üzləşmək. Çünki orada ağlamalısan, zırlamalısan, ürəyi söküb çıxaracaqlar, hazırsan. Ona görə onu yaşayanda və onun üstündən zaman keçəndə və idrak eləyəndə daşlar yerinə oturur. Həyat da budur. Hər kəs eyni qoşullarda, eyni sistemin içində böyüməyib. Neyək? Hər kəsin payına da bir şey düşür. Ona görə sən özünü tək qoyma, əsas məsələ. Ahəng qanunu demiş, yəni öz orbitində öz dansını etməyə davam et.
əvvəl axır səni kəşf edəcək insanlar da gələcək, sənin yaravı deşib sağaltmağa çalışanlar da gələcək, sənə zərbə vurub sənin özünü sağaltmağına təsir edənlər də gələcək, sənə doğmaca sarılanlar da gələcək. Məsələ sadəcə ona hazır olmaqdır və icazə verməkdir, o qapılarını açmaqdır. Aç ki, kimsə gəlsin. Hələlik.